Əli əleyhissalamın əzəmətinə baxın. Heç kəs əlinin boynunu aşağı əyənmədi. Amma Allah qabağında necə deyir? Mevlaya ya Mevlay, entel Mevla və enel abd və həl yerhamul abdə illəl Mevla. Sən Mevlasən, mən bəndiyəm. Bəndiyə ağasından başqa kim rəhm eləyər? Mevlaya ya Mevlay, entel kebiru və enəs səğir və həl yerhamus səğirə illəl kebir. Sən böyüksən, mən kiçiyəm. Kiçiyə böyüdən başqa kim rəhm eləyər? Entel azizu və enəz zəlil və həl yerhamuz zəlilə illəl aziz. Mevlaya ya Mevlay, ey mənim Mevlam, sən əzizsən, mən zəliləm. Zəlilə əzizdən başqa kim rəhm eləyə bilər? Bax, bu münacat zamanı olan bu təvazökar hal izzət verir, ucalıq verir.